Salam, hər bir vaxtınız xeyirli olsun. Saat qurşaqlarının izahatını verəcəm. Bəzi şagirdlərimiz, abituriyentlərimiz çətinlik çəkirlər və istəyirəm ki, ətraflı şəkildə bir də video şəklində mən bunu sizə izahatını verim daha ətraflı şəkildə. Deməli, saat qurşaqları və yerli vaxt anlayışı var. Bizim yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan hadisələrdən biridir. Deməli, bu saat qurşaqları yerli vaxt məsələlərinin tapılmasına nəzərən daha rahatdır. Yəni, elə də çox çətinliyi yoxdur. Sadəcə olaraq bəzi diqqətli olacağımız məqamlar var ki, buna daha çox diqqət eləməliyik və fikir verməliyik. Bizim 24 dənə saat qurşağımız var. Bu necə tapıldı? Yer öz oxu ətrafında tam çevrəni, yəni 360 dərəcəni 24 saata dönür. Bunu yəni bir sutka ərzində, yəni 24 saata dönür deyənə, biz 360 dərəcəni 24 saata böləndə 1 saata 15 dərəcə döndüyünü qeyd edə bilərik və bu zaman artıq biz bilirik ki, hər bir saat qurşağımızın sərhədləri içərisindəki dərəcə fərqi 15 dərəcə eləyir. Deməli, bu məsələlərdə nəyə diqqət eləməliyik? Biz əsas olaraq bir fikir verməliyik ki, bizim yarımkürəmiz hansı yarımkürədir? Məsələn, belə deyək ki, bu şərq yarımkürəsi və digəri də qərb yarımkürəsi. Yəni, bizim əsas birinci diqqət edəcəyimiz məqam, yəni uzunluqlardır. Hansı uzunluqdur? Yəni, şərq yarımkürəsində mi yerləşir, yoxsa qərb yarımkürəsində mi? Bu nəyə görə lazım olacaq? İndi biz onu bu videoda görəcəyik. 0 dərəcə və 180 dərəcə nə qərbdədir, nə də ki şərqdədir. Yəni, hər iki yarımkürədə yerləşir. Həm qərbdə, həm də ki şərq yarımkürəsində. Deməli, yerdə qalan saat qurşaqlarının müəyyən bir qismi şərq yarımkürəsində, müəyyən bir qismi isə qərb yarımkürəsində yerləşir. İndi bunu tapacağıq. Burada göstərilən dərəcələr, yəni bizim saat qurşaqlarımızın orta meridianını göstərir. Düzdür, burada bütün uzunluqları göstərməmişəm. Müəyyən qədər kəsmişəm, çünki böyük olacağına görə. Deməli, başlayırıq şərq yarımkürəsində olan saat qurşaqlarının tapılmasına. Məsələn, 15 dərəcə şərq uzunluğu. 15 dərəcə şərq uzunluğu, yəni bu 15 dərəcə şərq uzunluğunun hansı saat qurşağında yerləşdiyini tapmaq üçün sadəcə olaraq 15-i bölməliyik 15 dərəcəyə. Bu da eləyir birinci saat qurşağı. Yəni, Rum rəqəmlərindən istifadə edəcəyik. Bu bizim birinci saat qurşağımızdır. Və yaxud da ki, tapaq məsələn 75 dərəcə şərq uzunluğunda yerləşən uzunluğun hansı saat qurşağında yerləşdiyini. 75 dərəcə şərq uzunluğu bölünsün 15 dərəcəyə. O da bərabər eləyir 75-i 15-ə böləndə 5. Yəni 5-ci saat qurşağı. Bu da oldu bizim 5-ci saat qurşağımız. Tutaq ki, bizim 165 dərəcəmiz olsun. Eyni qaydada 165 dərəcəni bölürük 15-ə, eləyir 11-ci saat qurşağı. Bu da bizim eləyir 11-ci saat qurşağımız. Deməli, 1-dən 11-ə qədər saat qurşaqlarımız sırf olaraq şərq yarımkürəsində yerləşir. İndi bölürük 0 dərəcəlik uzunluğu. 0 dərəcəni 15-ə böləndə, yəni 0 istənilən bir ədədə böləndə, vuranda 0 eləyir. Deməli, bu da bizim 0-cı saat qurşağımız olacaq. Həm də bizim 0-cı saat qurşağımız, həm də 24-cü saat qurşağımız olacaq. Bunu da üstə yazıram. İndi görəcəksiniz. 24-cü saat qurşağı olacaq. Bunun da yəni səbəbi, yəni 0-dan başlayıb 24-dən bitməkdir. 180 dərəcəlik uzunluq. 180 dərəcə, yəni bölünsün 180 dərəcə bölünsün 15 dərəcə, o da eləyir 12. Bu da bizim, yəni 12-ci saat qurşağının olduğunu qeyd eləyir. Yəni bu da bizim olduğu 12-ci saat qurşağımız. Deməli, buradan bu qənaətə gəlirik ki, 0, 24 və 12-ci saat qurşaqları
həm şərqdə, həm də qərbdə yerləşir. Yəni sırf nə şərqdə, nə qərbdə yerləşmir. Bunu götürdük. Tutaq ki, bizim hər hansısa bir uzunluğumuz tam, yəni 15-ə bölünməyən bir formada verilə bilər. Tutaq ki, götürürük 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şərq uzunluğunu biz bölürük 15 dərəcəyə. Eləyir qismətimiz 3, qalığımız isə 5. Yəni 3 vur 15, 45, 50-dən 45 çıxanda qalığımız 5-dir. Və bu zaman biz nə edirik? Əgər bizim qalığımız 7,5-dən kiçikdirsə, bu zaman elə bizim qalığımız saat qurşağımız olacaq. Həmən 50 dərəcənin yerləşdiyi saat qurşağı olacaq. Yox, əgər bizim tapacağımız, indi bunu da göstərim. Tutaq ki, 100 dərəcə şərq uzunluğu. Hələ ki, biz şərq uzunluğundan danışırıq. Bölünsün 15 dərəcə. O da bərabər eləyir 6 qalıq. 6 vur 15, 90. 100-dən 90 çıxanda 10. Yəni 10 qalığımızdır. 10 da əgər 7,5-dən böyük olarsa, 7,5-dən böyük olarsa, 6 üstə gəl 1, yəni qismətin üzərinə 1 əlavə edirik, o da eləyir 7. Yəni 7-ci saat qurşağımız. Bu bizim şərq yarımkürəsində yerləşən saat qurşağının tapılma qaydasıdır. Dərəcəyə görə saat qurşağının tapılma qaydası. Bu əgər bizdə qərb yarımkürəsi olarsa, necə tapa bilərik? Deməli, qərb yarımkürəsi olarsa, nə edirik? Tutaq ki, buradan götürürük 30 dərəcə qərb uzunluğu. Bunu da qeyd ilə yazaq. 30 dərəcə qərb uzunluğu. Bunu da eyni qayda ilə bölürük 15 dərəcə. Elədi neçə? 2. Axı bizim ikinci saat qurşağımız burada yerləşir. Burada bizim ikinci saat qurşağımız yerləşir axı. Deməli 2 dənə 2 ola bilməz də. Bura 12 olursa, davamı buradan gəlir 13, 14, 15, yəni bu qayda ilə davam edir. Deməli burada biz nəyə fikir verməliyik? 24-dən çıxırıq 2-ni, bərabər eləyir 22. Yəni bu bizim saat qurşağımız olacaq 22-ci saat qurşağı. Bura qeyd eləyək. 22-ci saat qurşağı. Yəni burada biz əsas nəyə diqqət eləməliyik? Qərb uzunluğudsa, verilən tərəf bizə, yəni qərb uzunluğu olaraq verilirsə, bölürük 15-ə. 15-ə böləndən sonra 24-dən çıxmalıyıq. Və yaxud da ki, digər bir, məsələn, 90-ı tapaq burada, məsələn, 90 dərəcəni tapaq. 90 dərəcə qərb uzunluğu bölünsün 15 dərəcəyə. O da eyni qaydada elədi neçə? 6. Yəni 6-cı, daha doğrusu, yəni 6 ilə biz götürmürük, 6-cı saat qurşağını götürmürük. Nə edirik? 24-dən çıxırıq 6-nı, bu da eləyir 18. Yəni 18-ci saat qurşağı. Bu da üstünə qeyd eləyirik 18-ci saat qurşağı. Bu tam olaraq bölünən haldadır. Birdən, yəni tam bölünməzsə, bayaqki qayda ilə, yəni 7,5-dən böyük, kiçik, yəni buna diqqət eləməliyik. Məsələn, götürürəm 70 dərəcə qərb uzunluğu. 70 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşir? 70-i bölürəm 15-ə. Bu da eləyir neçə? 4. Qalığımız da ki 4 vur 15, 60. 70-dən 60 çıxanda 10. Qalığımız 10-dur. Yəni qalıq 7,5-dən böyükdür. Bu zaman nə olur? 4 üstə gəl 1. Yəni qismətin üzərinə 1 əlavə eləyirik, eləyir 5. Deməli, bu 5 oldu. 5-ci saat qurşağımız deyil. Nəyə görə? Çünki qərb yarımkürəsidir. Və sonra 24-dən çıxırıq 5-i, elədi neçə? 19. Yəni 19-cu saat qurşağı. Bu yəni bizim saat qurşağının qərb yarımkürəsində tapılma qaydasıdır. Və yaxud da başqa birini tapaq. Məsələn, olsun 65 deyə, yaxud da ki 110 dərəcə qərb uzunluğu. 110 dərəcə qərb uzunluğu.
Bunun hansı saat qurşağında yerləşməsini tapmaq üçün bölürük yenə də 15-ə bərabərdir. 105-də 7 dəfədir. 105-də 7 dəfədir. Qalığımız 7 vur 15 105. 110-dan da 105 çıxanda qalıq eləyir neçə? 5. Deməli 7,5 də böyükdür nədən? 5-dən. Yəni 5 7,5-dən kiçik olduğuna görə elə bizim 7-ci qismətimiz, yəni 7 qismətimiz qalacaq. Və sonra davam edirik. 24-dən çıxırıq 7-ni bərabərdir 17. Yəni 17-ci saat qurşağı. Bu bizim dərəcəyə görə qərb yarımkürəsində saat qurşağının tapılmasıdır. Bir də bizdə saat qurşaqlarında nə istənilir? Belə deyək də, saat qurşağı verilir. Sadəcə olaraq onun hansı uzunluqda yerləşdiyini tapırıq. Deməli, 1-dən 13-ə qədər daha doğrusu 1-dən 11-ə qədər verilən saat qurşaqlar birbaşa olaraq şərq yarımkürəsində yerləşəcək. Ümumiyyətlə 0-dan 12-yə qədər olan saat qurşaqlarını tapmaq üçün biz nə etməliyik? Tutaq ki, 5-ci saat qurşağıdır. 5-ci saat qurşağıdır. 5-i vurmalıyıq neçəyə? 15-ə. Elədi neçəyə? 75 dərəcə şərq uzunluğu. Və salam, bu bizim olduğu cavabımız. Və yaxud da ki, buradan verilsə, məsələn, 2-ci saat qurşağı. 2-ci saat qurşağısı 2-ni vururuq 15-ə. Elədi neçə? 30 dərəcə şərq uzunluğu. Niyə görə məsələn şərq uzunluğu götürürük? Çünki qeyd eləmişdik ki, 0-dan 12-yə qədər bunun içərisində olan 1-dən 11-ci saat qurşaqlarda daxil olmaqla saat qurşağı şərq yarımkürəsində yerləşir. Tutaq ki, bizdən 0-cı saat qurşağını və yaxud da 24-cü saat qurşağını istədisə, bunu nə edirik? Vururuq 15 dərəcəyə. Bu da elədi neçə? 0 dərəcə. Artıq bu sadəcə olaraq götürürük uzunluq. Və yaxud da ki 12-ci saat qurşağı. 12-ci saat qurşağı. 12-ni vururuq 15-ə. Bu da bərabərdir 180 dərəcə uzunluq. Əməliyyat eynidir. Yəni sadəcə 15-ə vururuq. Sadəcə 15-ə vurduq və 0-la 12-ni uzunluq göstərdik. 1-dən 11-ə qədər isə şərq uzunluğu. İndi bu proses qərbdə olarsa nə baş verir? Tutaq ki, bizdən istənilir 20-ci saat qurşağı. 20-ci saat qurşağı göstərilirsə, 24-dən çıxırıq 20-ni, o da eləyir 4. Yəni 4-ü də vururuq 15 dərəcəyə, bərabərdir 60 dərəcə qərb uzunluğu. Bunu mütləq şəkildə qərb uzunluğu götürməliyik. Mütləq şəkildə. Yəni 13-dür, 14-dür, 15, 16, 17, 18, 19, 20, 21, 22 və 23-cü saat qurşaqlar bizdən tapılarsa, mütləq yəni bu prosesi həyata keçiririk. Tutaq ki, məsələn, 22-ci saat qurşağı istənilir. 22-ci saat qurşağı istənildi. Nə etdik? 24-dən çıxdıq 22-ni, elədi 2. 2-ni də vururuq 15 dərəcəyə. Bu da eləyir 30 dərəcə qərb uzunluğu. Buna diqqətlə fikir verməliyik. Və sonda bir şey qeyd eləməliyəm. 0, 24 və 12-ci saat qurşaqları ümumilikdə 4 yarımkürədə yerləşir. Yəni həm şərq, həm qərb, həm şimal, həm cənub. Digər saat qurşaqları isə məsələn götürürük. Məsələn 5-ci saat qurşağı. Bu 3 yarımkürədə yerləşir. Şimal, cənub, şərq və yaxud qərbdə yerləşən saat qurşaqlar. Bunlar da eynən, yəni 3 yarımkürədə yerləşəcək. Şimal, cənub, məsələn qərb. Sonda bir şey də qeyd eləyim. Sual düşür testlərdə ki, bütün saat qurşaqlarında yerləşən materik, bu olacaq Antarktida materiki. Bütün saat qurşaqlarında yerləşən okean isə olacaq təbii ki, Şimal Buzlu okeanı. Çünki bütün meridianlar qütblərdə gedib birləşir, coğrafi qütblərdə. Cənub coğrafi qütbündə Antarktida yerləşir, şimal coğrafi qütbdə də ki, Şimal Buzlu okeanı yerləşir.
Bu sizə yəni ki, mənim tərəfimdən izahatını verdiyim saat qurşaqları idi. Çox sağ olun.